Azərbaycanın troll mətbuatı 2 gündür dəhşətli bir cinayətin izinə düşüb. Həbsdə 11 ildir günahsız yerə saxlanılan Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Talib Bağırzadənin məktəbli oğlunun şagirdlərlə hansısa problemi olub, onu günahkar kimi göstərirlər, cinayətkar kimi qələmə verirlər. Hətta əllərində əlac olsa, deyərlər ki, bu uşağı heç bir araşdırma olmadan məhz Talib Bağırzadənin oğlu olduğu üçün dar ağacına asmaq lazımdır. Mən buradan üzümü tuturam həmin dezinformasiyanı, qaralama kampaniyasını həyata keçirənlərə. Heç kimin nə dediyinə baxmayın. Sadəcə bir dəqiqəyə də olsa öz vicdanınızla həmsöhbət olun, vicdanınızın səsini eşidin. Məhz sizin öz vicdanınız sizə deyəcək ki, bu cür alçaq əmələ imza atmaq olmaz. Fas komandası ilə məktəbli bir uşağın üzərinə hücuma keçmək olmaz. Məktəbli bir uşağı atasına görə qaralamaq olmaz. Üstəlik nəzərə alınanda ki, onun atasının heç bir cinayətdə rolu olmayıb. Bu sadəcə baxışlarına görə hakimiyyətin qəzəbinə düçar olub, neçənci dəfədə mühakimə olunur və illərdir öz balalarını, ailəsini, doğmalarını görmədən 4 divar arasında ömrünü keçirdir. Heç şübhəsiz ki, Azərbaycanın bu qara səhifəsi bağlanılacaq və Azərbaycan cəmiyyəti, xalqı bütün bu baş verənləri ictimai mühakimədən keçirəcək. O zaman həmin o işıqlı günə indidən özünüzlə kiminsə komandasına, sifarişinə görə ağır-ağır miras daşımayın. Talib Bağırzadə günahsızdır. Onun oğlunun da heç bir cinayət etməməsinə mənim əminliyim var. Azərbaycanda nifrəti vətəndaşlar arasında fərqli fikirliyə görə qarşı durmanı, qızışdırmaq, alovlandırmaq heç kimə baş ucalığı gətirməz. Biz başqa dövlətlərin misalında, elə öz tariximizdən də, keçmiş tariximizdən də bu cür emosional hesablanmamış, qeyri-obyektiv provokasyon yazıların, fikirlərin sonradan cəmiyyətə necə ağır başa gəldiyini çox yaxşı bilirik.